Get ready with me for universitet. Akşam Pinterest'te bir kombin gördüm. Ya rezil olacağıq ya da rezil olacağıq. İlk olaraq ağ rəngdə basic bir tişört geyinirəm. Koftamı geyindim. İndi altına white leg bir cins geyinəcəm. Böyle mən boydadır. Aha, şalvarı geyindim. Bu formada oldu. Bunu içərisinə qoyuram. İndi isə belə bir oduncu köynəyim var. Bunu geyinməyəcəm. Bunu belimə bağlayacağım. Belimə bağladım. Bu formada oldu. Kombinin axırı hara gedir? Keçək aksesuarlara. Step olaraq bunu taxıram. Belə halqa sırqa taxıram. Üzük olaraq birinə bunu taxıram. Digər əlimə də belə sadə bir şey. Qolbaq onsuz da çıxartmıram. Hava biraz soyuqdur. Ona görə də istəyirəm ağlarımı geyinim. Məni cıracaqlar. Evdə ayaqqabı geyinirəm. Belə oldu. Üstündən isə dəri bir üst geyimi geyinirəm. Okey, üst geyimini geyindim. Belə oldu. İstəyirəm ayaqqabılarımdan uyumlu bir çanta taxım. Sən seçildin. Hava soyuqdur, amma günəş var, külək var. Ona görə də eynək unutmuruq. Bunu təzə almışam, mütləq taxmalıyam. Necə deyirlər, total lookum bu şəkildədir. Bunun qabağını belə bağlaya da bilərəm. Bağlayanda daha yaxşıdır. Şərhlərdə tam realistik fikirlərinizi yazın. Yesirə oxşadım, yoxsa stylish oldu? Belə videoların davamı üçün məni izləməyi unutmayın. Sağ olun.